İstifadə üçün yüksək keyfiyyətli materiallarla təmir olunmuş 74 kvadrat metrdən ibarət 3 otağa düzəlmə mənzil təqdim edəcəm sizlərə. Mənzilimiz yerləşir Xırdalan şəhərində, Bakı-Sumqayıt yolu üzərində 16 mərtəbəli binanın 10-cu mərtəbəsində. Bina tam yaşayışlıdır. Bütün kommunallar fasiləsiz olaraq verilir. 2 ədəd sürətli lifti var. Yerləşmə yeri çox gözəldir, ideal bir ərazidir. Yəni Bakı-Sumqayıt yolunun üzərində birbaşa buradan 20 yanvara cəmi 10 dəqiqəlik məsafədir. Qonaq otağını təqdim etdim sizlərə. Bu hissədə yerləşir bizim eyvanımız. Eyvanda quraşdırılıb kombi. Binanın artıq bir neçə blokuna kupsa verilib. Bu bloka da kupsa verilməsi yaxın zamanda həyata keçiriləcək. 74 kvadrat metrdən ibarətdir. 3 otağa düzəlmədir. Burada yerləşir daha bir otağımız, işıqlı otağımız. Xırdalan şəhərində əla bir ərazidə yerləşir. Mərkəzi xəstəxanasının tam qarşısında 10 saylı məktəbə yaxındır. Yerləşmə yeri əla bir ərazi seçilib. İndi isə keçək mənzilin digər hissələri ilə sizi daha yaxından tanış edim, ətraflı məlumat verim. Hissədə yerləşir mənzilimizin əsas giriş hissəsi, giriş qapısıdır. Girişdən daxil olarkən sağda mətbəx yığılıb bu şəkildə. Evdə qalacaq mətbəx mebeli, kombi, radiator, digər bütün əşyalar evdən çıxacaq. Bina 16 mərtəbədən ibarətdir. Mənzilimiz yerləşir 10-cu mərtəbədə. Bu hissədə sanuzeldir. Metlaq olan hissələr hər biri isti döşəmədir. Təqdim etdim sizə qonaq otağı, bir yataq otağını. Bu hissədə daha bir yataq otağımız var. Dəyərli izləyicilər, yerləşir binamız Xırdalan şəhərində, Bakı-Sumqayıt yolu üzərində. Burada da daha bir yataq otağımız. Bina tam yaşayışlıdır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Yerləşmə yeri ideal bir ərazidir. Məktəbə yaxındır. Xəstəxananın tam qarşısında yerləşir. 2 ədəd sürətli lifti var və çox yaxın bir zamanda kupça verilməsi gözlənilir mənzilimizə. 74 kvadrat metrdən ibarətdir. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi izləyirsiniz. YouTube səhifəmizi izləyirsiniz. Instagram, TikTok bizi izləyə bilərsiniz. Sizin də satışda mənziliniz varsa buyurub bizə müraciət edə bilərsiniz.